Salam, vaxtınız xeyir olsun. Dəyərli futbol sevərlər, Veteranlar Liqasında 3-cü turda günün növbəti qarşıdurmasındayıq. Xətai və Suraxanı komandaları qarşılaşır. Artıq oyun hakimində start fiti səsləndirilib, uğurlar hər iki komandaya. Bol qollu, haqlı ədalətli, gözəl bir maç diləyilə. Hənərəfi olaraq heyətlərlə sizləri tanış edəcək. Suraxanı komandasında heyətlər belə də qapıda bir Fəxri, Mirceyhun, Tərlan. Burada komandanın kapitanı Mirceyhundur. Tərlan, Nurlan, Samir, Yusif, Eto ləqəbli Elvin və Mikail. Xətai komandasında isə heyətlər belədir. Qapıda bir Kənan, 7 Qadir, 10 Ruslan, 14 Sənan, 17 Yunis, 18 Məhəd, 19 Kənan, 22 Orxan, 23 Amil, 77 Elşad, 13 Cahid. Meydanda mübarizə aparır qaralı sarılı formada. Suraxanı komandası, göylü ağlı formada isə Xətai komandası. Maraqla gözlənilən maçlardan biridir. Bəlkə də günün, daha doğrusu turun mərkəzi qarşıdurması adlandırmaq olar elə bu maçı. Son çempion Suraxanı hal-hazırda liqada vəziyyəti əməlli başlı yaxşı vəziyyətdə olan elə Xətai komandası, həmçinin heyəti də. Düzdür, bugün Xətai komandası heyətində mərkəzdə maestrosu Sənani Abdiyev yoxdur. Meydanın kənarında onu görürük. Amma yenə də digər oyuncular bir-birlərini tamamlayan oyunculardır. Oyunun haqq ədalətini qoruyacaq təcrübəli referi Fəqan Kərimov. Ümidvarıq ki, haqlı ədalətli gözəl bir maç, bol qollu bir maç izləyərik. Suraxanlılar topladı. Mirceyhun, qalkiper Fəxri ilə oynadı. Yanında Eto. Eto'dan mərkəz istiqamətini ötürmək, indi tək toxunuşlu ötürmək Fəxriyə gəldi. Fəxri isə boşluq axtarışında da ötürmək etmək üçün bir hava ötürməsi Eto istiqamətinə ünvana çatmadı. Qadir. Uzaqlaşdırır müdafiəçilər. Mikail topla. Xatırlayırsa final maçında 4-0 hesablıdan geri dönüş edəndə 4-4 bərabərləşdirən, 4-4 edən oyuncu Mikail idi. Mükəmməl qoluyla mərkəzdən bir qədər irəlidən uzaq 9'da sanılmışdı topu. Final maçında gözəl qola imza atmışdı. Sol ayaq işləyə olan oyuncudur. Bugün də ondan yəqin qol gözləntiləri olacaq. Həmçinin Eto'dan da izləyək. Fəxri topu tutur. Qaptan zərbələ top oyuna daxil olundu. Mikail topladı. Sağ znaha Mirceyhun. Ayaq saxladı. Geriyə doğru ötürmə etmişdi. Orası ötürmə alındı. Orxan. Xətai komandası hücuma çıxır. Sağsına ötürmə etdi. Qadir yerindən Kənan. Fəxridən yenə də refleks yaxşı alınır. Yenidən Orxan topladı. Qalkiper Kənan yanında Adaşı ilə oynadı. Kənan. Sol uzunaqda Orxan qəbul edir. İleriyə doğru Qadir sıyrıldı bir rəqibindən. Sağ znaha bir cəhd. Orxan top gəzdirirlər. Uzaq məsafədən zərbə Fəxri. Yenə yaxşı uzanır zərbəyə. İnamlı qalkiperlərdən də Fəxri. Bugün işi çətin olacaq Xətai komandasına qarşı. Kənan və Orxan kimi qüvvətli zərbədən malik oyuncuların zərbəsinə qarşısını almaq hələm-hələm qalkiperin işi deyil. Həmçində bəzən Ruslan məsələ 10 nömrə hal-hazırda ona qarşı qayda pozulub. Onun da qüvvətli zərbələri var. Məsələ qayda pozuntusu cərmə zərbəsində deyəsən o özü yerinə yetirəcək. Yox, Orxanı təhvil verdi. TikTok'da canlı yayımıza yeni qatılan dəyərli izləyicilərimiz, hər biriniz xoş gəlmisiniz, səfa gətirmisiniz. Xoş izləmələr hər birinizə. Yayımda aktivliyi maksimum dərəcədə artıraq, zəhmət olmasa. Ev tapşırığı ilə standart vəziyyət yerinə yetirildi. Cahid. Geriyə doğru. Orxan.
Maçda artıq 6-cı dəqiqəyə keçid alırıq. Hələ ki qolsuz bərabərlik hökm sürür oyunda. Göylü formada Xətai komandası, sarılı, qaralı formada isə Suraxanlılar Veteranlar Liqasının son çempionlarıdır. Bu arada Qadir, Qadir! O ne raket idi göndərmişdi qapıya. Fəxrinin müdaxiləsi varmı? Var idi. Bəli, bəli. Müdaxilə var Fəxridən, sonrasında meydanda əsas dostu qapı tirinə tuş gəldi top. Çox qüvvətli zərbə indirmişdi Qadir. Belə zərbənin qarşısını almaq sadəcə əhsən düşür Fəxriyə. Vallahi billahi o nə zərbə idi. O qədər yaxın məsafədə necə reaksiya verdi, necə toxunuş edə bildi axı o zərbəyə. Hal-hazırda mat-mətəl o epizodu sadəcə düşünürəm. Cahil topladı. Orxan. İndi sağ Cahil tək toxmuş ötürmə. Ruslandan da gəldi ötürmə. Gözəl alınmışdı. Amma Orxan qəbul edə bilmir. Fəxridən uzun ötürmə gəlir. Eto. Kənan aman vermədi ona. Out. Templi başlayıb maç kifayət qədər. Tərəflər hər ikisi istəklidir. Hər ikisi təhlükəli rəqiblərdir. Eto'nun zərbəsi Kənan dəf edir. Mikhail'dan daha bir zərbə. Bax, belə bir zərbə indirmişdi final maçında Mikhail. Yenə də uzaq 9'luğu nişan almağa çalışdı, amma qapı tirinə sürtülərək top meydanı tərk etdi. Orxandan daha bir zərbə. Fəxri. Suraxandan Fəxri yenə də dəf edir. Növbəti zərbə Cahiddən. Bax, o zərbələrə heç yaraşmadı bu zərbə. Top ayağına oturmadı Cahidin. Qaptan zərbə. Yayımı izləyərkən, yayımı bəyənib, paylaşaq, dəstəyə silgəməyək deyəndən sonra yenə də dəstəyini etməyən, hədiyyə dəstəyini ehtiyac yoxdur, sadəcə aktivlik lazımdır bir qədər. O dəstəyi etməyən ay qəlbi, daş izləyicilər. Sizə də salam olsun hər birinizə. Xoş izləmələr. Mikhail yaxşı düşünmüşdü Eto'nu. Out. Yan xətdən Eto top oyuna daxil etdi. Yenə də Mikhail. Qadirdən təzyiq var idi. Yenədən Mirceyhun. Aləm deydi bir-birini orada. Out. Yenə top meydanı tərk edir. (21:45'e qədər, saat 21:45'e qədər 20 kanla tamamlaya bilərikmi? İzləyə baxaq. Qapıdan zərbə. Bəli, qapıçıdan zərbə. Gözləyirdim Fəxridən, boş-boşuna ifadəni səsləndirmədim. Uzaq məsafələrdən dəfələrlə onun möhtəşəm qollarını izləmişik. Söhbət qalkiper Fəxridən gedir. Bir daha yeni qatılan izləyicilərimizin nəzərinə çatdıraq. Lazin Olimp stadionda keçirilən Veteranlar Liqasının 3-cü turundayıq və göylü formada Xətai komandası və rəqibi isə son çempion Suraxan komandasıdır. Maçın 9-cu dəqiqəsinə keçid almışıq. Hələ ki oyunda hesab açılmayıb. Out. Fəxri. Ötürmə gəldi. Eto. Bir daha Fəxri. Eto isə ona ısrarla bildirir ki, pası yerlə atsaydan daha gözəl olar deyə. İndi Kənan zərbə endirir. Fəxri dəf etdi. Kəsir nəfəsimizi o refleksləri ilə Fəxri hər zaman. Out. Yenidən top Fəxridə. Uzun ötürmə gəldi. Yox, meydanı tərk etməyib top. Nurlan zərbə indirir. Kənan ikinci zəhdə topu tutdu. Qapıya doğru zərbə. Orxandan izlədik. Qeyri-dəqiq zərbə oldu. Eto. Top Fəxridə. Uzun ötürmə etdi. İndi əks mərməsə Xətai komandasından sol cinahda Orxan. Komanda yoldaşlarını gözləyir qatılmasını hücuma.
Cahiddə top öz nahil oynadı. Qadir paralel ötürməsini etdi. Orxan sıyrıla bilmir rəqibindən. Nurlanla geriyə doğru ötürmə. Eto sıyrıldı bir rəqibindən, amma toxunuş var Qadirdən. Eto ötürmə komandı yoldaşına çatmadı. Ruslan. Qadir. Yaxşı sıyrıldı rəqibindən. Sol ayağı ilə zərbə. Top çərçivənin üzərinə yollanır. Yeni qatılan izləyicilərimiz var. Onların nəzərinə çatdıraq. Bura Razin Olimpiya stadionudur. Veteranlar Liqasındayıq. 11-ci dəqiqə keçəsi alaraq qolsuz bərabərliyi var Xətai və Suraxanı komandalarının mübarizəsində. Değerli TikTok izləyiciləri, sualım sizədir. Maç necə keçir? Necə bir temp var? Göy formada Xətai komandasıdır. Qaralı sarılı formada son çempion. Bu liqanın son çempionu Suraxanı komandasıdır. Sizcə bu maçı qalib tərəf hansı tərəf ola bilər bu maçda? Hesab təxmininiz varsa hesab təxmininizi də bildirərsiniz. Fikirləriniz hər zaman bizim üçün maraqlı və önəmlidir. Həqiqətən də bəzən özüm də fikir irəli sürürəm. Bəzən futbol intuisiyalarımız yoxlanış edirik belə maçlarda. Bildirir. Hələ ki, Xətai komandasının bir qalibiyyəti deyən var, o da Nicat bəydə. Digərləri Suraxanlara dəstək olur. Liya Bijuteriya Azala şəbəkəsi bu arada Suraxanlardan təhlükəli hücum istədi. Mirzəyevin zərbəsi qoyulur. Suraxanı qələbə Samir Bağırov qol vuracaq oyuna girən kimi bildirir. Muriz zədəlidir təəssüf ki, bəli. Suraxanı komandasının maestrosu bugün meydanda yer ala bilmir zədə səbəbilə. Fikirlərə davam edin. Oyun əhvalı sizə görə necədir? Necə təəssüratlar var? Kənandan sağzına ötürmə, Cahid. Out. Ara ötürməsi bir qədər sürətli alındı. Suraxanı komandasının heyətində Yusuf adlı oyuncu var. Yəqin ki, sizin soruşduğunuz Nuriyev Yusifdir. İndi Kənan sol sınaqdan sürətləndi. Ötürməsi Cahidə. Bir daha Kənan. Sağ sınaqda Orxan qəbul edir. Ruslan qüvvətli zərbindirir, mükəmməl refleks yenə Fəxridən gəlir. İnanılmazsan Fəxri. Möhtəşəmsən. Uzaq 9-luğa sancılacaqdı, top imkan vermədi yenə Fəxri. Yenə amansızdı. Orxan. Cahid. Sağ sınaqla oynadı. Ruslan. İrəliyə doğru ötürmə etdi. Orxanın ara ötürməsi keçmir. Uzaqlaşdırılır top. Bəli, bəli. Suraxanı komandasının 9 nömrəsi Yusif. Canlı yayımda məsələ oyuncunu soruşurlar və hal-hazırda meydana daxil olub. Solcuna ötürmə gəldi. Cahid. Cınaq dəyişdi. Qadir. Teş toxunuşda ötürmə. Fəxri. Müdaxiləsi vaxtında alınır. Out. Cahidin ötürməsi Ruslan. Ruslandan bir reys gəlir. Ruslan bu dəfə işli olmayan sol ayağı ilə zərbə indirdi. Eto. Suraxandan hücum əmləsi. Çəkdi sol ayağına gözəl hərəkətləri. Qaçdı fürsət. Çox gözəl zərbə mövqeyi tapmışdı özünə. Qeyri dəqiq oldu azacıq fərqlə. Daha bir zərbə gəldi. Qadirdən qeyri dəqiq olur. Fəxridən sağ-sağ, Tərlan, Mirceyhonun önünə doğru, Mirceyhon və qapısı dəf edir. Korner. Geriyə doğru ötürməyə Todan zərbə gəldi, top çərçivədən yan keçir. Qapıdan zərbə. Ruslan.
Xətai komandasına daha bir hücum əmrəsi sol cinahda Cahid qəbul etdi. Yusifdən təzyiq var Zahidə. Cinah dəyişdi. Ruslan. Hücum əmrəsi Suraxanlardan təhlükəli gəliblər. Yusif top dirəkdə meydan tərk edir. Vay, qaçdı fürsət. Suraxanlar belə fürsətləri Xətai komandasına qarşı sağa sola xərcləməməlidirlər. İndi Qadirin zərbəsi. Toxunuş yoxdur, xeyr. Qaptan zərbə. Uzun ötürmə gəldi. Eto fırlandı, zərbə indirməyə çalışdı və Eto'ya qarşı şovudluq var Ruslan tərəfindən. Foul qərarı gəlir. Bir daha dəyərli izləyicilərimizin nəzərinə çatdırırıq. TikTok'da bizi izləyənlər. Razin Olimp stadiondayıq. Veteranlar liqasındayıq. Üçüncü turda günün növbəti qarşı durması. Son çempion Suraxanı Xətai ilə qarşılaşır. Qolsuz bərabərliyi var maçın 17-ci dəqiqəsində keçid alarkən. Eto'nun zərbəsi canlı sətdə toxunaraq meydanı tərk edir. Cəmi meydan sahasına daha bir ötürmə və top meydanını tərk etdi. Orxan. İleriyə doğru ötürmə və sürüşmə fəndi var. Sürüşmə fəndi var. Bəli, icazə yoxdur sürüşmə fəndinə. Qayda pozuntusu qeydə alındı. Təhlükəli nöqtədən standart vəziyyət yerinə yetiriləcək. Cahidlə Ruslanı görürük topun gerisində. 2 nəfərlik canlı sət qurulur. İşarəyə gəldi. Deyəsən ev tapşırıq olacaq. Yox, Ruslan birbaşa zərbə endirir. Gol! Standart vəziyyətdən gəlir gol Xətai komandası tərəfindən. Bir anlıq toxunuş var idi. Rəqiblərdən top tora daxil olmadığını zənn etdim, amma top tordaydı artıq. O qədər qüvvətli zərbə endirilmişdi ki, toxunuş da oldu. Qapının içindən dirəyə toxunub geri qayıtdı. Hesab açılır Xətai tərəfindən 1-0. Maçın 18-ci dəqiqəsində gol gəlir. Eto birbaşa qapıya yoxladı. Kənan topu tutur. Ruslan. Beş toxunuş ötürmə Kənandan Qadirə. Qadir sonra yaxşı dəyişir. Cahidədir top. Ayaq saxladı. Ötürmə etdi. Orxan zərbə endirir. Top çərçivənin üzərinə yollanır. Yusif. Ötürməsini etdi. Eto! Dəf olunur zərbə. Out. Bu dəfə sağ ayağı ilə Eto zərbə endirmişdi. Deyəsən günümüzün əsas gücünü bu maçda qoyacaq. Yusifdən taban zərbəsi çərçivədən yan keçdi. Təzyiq var öndə. Sona qarşı Suraxanın geriyə doğru ötürmə, tamamilə geriyə doğru ötürmə. Fəxri bax önü açıqdır, zərbə indirə bilər hər an. Atdı önünə Fəxri, baxdı qapıya, qüvvətli zərbə indirir, top çərçivənin üzərinə yollandı. Ruslan, mərkəzə doğru ötürmə zamanı indi, Orxandan səhv var. Eto, çətin vəziyyətdədir, bağladılar önünü. Qayda pozulub, Orxana qarşı yüngül müdaxilə. Qayda pozuntusu. Top qalkiper Kənanda. Sağ sınaqda Cahid qəbul edir. Bir daha Kənan. Uzun ötürmə etdi. Tərlan bir qədər inamsız müdaxilədir. Alt yerinə yetirilir. TikTok izləyicilər, bəzən bizim izləyicilər sual verəndə siz də cavablasız minnətlər olaraq bəzən çatdıra bilmirik. Kənanın zərbəsi Mircehon qarşıladı. Razin Olimp stadiondayıq. Veteranlar liqasıdır. 3-cü turda mərkəzə qarşı durma. Xətai 1-0 hesabı ilə öndədir Suraxanı. Son çempion Suraxanı ilə mübarizədə.
İndi Xətai komandasına daha bir hücum əmrəsi. Ruslan topla, ayaq saxladı, sağsına ötürmə etdi. Qadir ötürməsi solcuna Kənanla tək toxmuşdu. Ruslan baxdı qapıya. Fəxri. Nələr edirsən bugün Fəxri? Bir qol qapısında görsə belə. Hal-hazırda maçın 20-ci dəqiqəsinə qədər hesabın 5-6-0 olmamasının əsas səbəbkarı Fəxridir. İlk sənənin yekunlaşmasına son 2 dəqiqə. Artıq 20 yox, 23-cü dəqiqədəyik, üzr istəyirəm. Yerləri biz pauzalar edirik çəkilişdə. Dəqiqəni tam dəqiq bilə bilmirik, hakimdən yaxşı bilə bilmirik. Bəzi epizodlarda pauzalar verilir. Ruslan topladı. Qapısı Kənanla oynadı. Yeniden Ruslan tək toxmuş ötürmə yaxşı anla müdafiə edənlər çox yaxşı çıxdılar. Cahid sıyrıldı Mircə ondan cərməydən sahasına ötürmə və qarşıladı müdafiəçilər. Yusif ötürməsi keçmir. Qadir sağ zinatda Ruslan və bu dəfə məncə Tərlanın sarı vergi gəlməli idi. Artıq ikinci sürüşmə fəndi idi axı. İkinci sürüşmə fəndi idi. Daha bir cərmə zərbəsi yerinə yetirilir. Görsənir. Mərrəmli görsənir. Amma bəlkə etmək olmur, yazını yuxarıya. Ruslanın zərbəsi canlı zətdən qayıdır. Cahid. Sol canaha Orxan. Beş toxmuş ötürmələr Ruslanla. Yeniden Orxan. Üstünlüyü prinsipə əməl olundu. Ötürmə gəldi. Fəxri uzaqlaşdırır. Kənan. Sol zaha Orxan qəbul etdi. Qarşısında Mircəyevin var Orxanın. Ötürmə başla. Kənan zərbə indirir. Top çəsindən aralı keçir. Və beləliklə hakim tərəfindən də ilk səni yekunlaşdıran fit səslənir. Birinci səni Xətai komandasının 1-0 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Son çempion Suraxanı ilə mübarizədə. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun. TR'də futbol sevərlər artıq maçda ikinci hissə start götürür. İlk səni mərkəzi qarşı durmada Veteranlar Liqasında Xətai komandasına ikinci hissəyə qolla başlayır Suraxanlar. Samir tarazlığı bərpa edir. Hesab bərabərləşdi. Bildirəcəkdim ki, ilk hissəni 1-0 hesablı üstünlüyü ilə Xətai komandası yekunlaşdırmışdı. İkinci hissəyə Samir sanki səsimizi eşitdi, bildiriş elədi ki, yox, hesabı dəqiqdir, 1-1'dir. Cahid. Qayda pozulub. Cahid cərmə zərbəsini yerinə yetirir. Ötürmə etdi Amil. Qəbul etməsini imkan vermədilər Amilin. Yenidən topla və out. Suraxanlar yerinə yetirəcək. Çayal. Fəxri. Mircəyevin topladı. Mircəyevin zərbə indirdi. Kənan dəf edir. Alt mı? Gün zərbəsi mi? Gün zərbəsi. Eto! Direymanı oldu qola. Direymanı olur tarazlığın pozulmasına. Çox qüvvətli zərbə indirmişdi. Eto'nun sol ayağından danışmağa zaten ehtiyac yoxdur. Bu arada Eto ləqəbli oyuncunun adı Elvindir. Futbol aləmində onu demək olar ki, tanımayan yoxdur. Out. Uzun ötürmə gəldi. Fəxri çıxışda uğurludur. Yerə sürətli ötürmə alındı Eto üçün. Elşad. Təzyiq var Mikail'dan. Geriyə doğru ötürməyə Kənan topladı.
risk etmədi. Uzaqlaşdırır, həm də ötürmə etməyə çalışdı. Mirceyhun başda ötürməsi. Mikail topladı. Sol ayağını axtaracaq mütləq şəkildə Mikail. Yaxşı alındı ötürməsi. Eto qəbul edir. İti bucaqdan zərbə top çərçivədən yan keçdi. Zahid. Qapısı ilə oynayır Kənan. Uzun bir ötürmə gəldi. Başladı ötürmə. Fəxri uzaqlaşdırır. Qoy elə maraqlı gəlir izləyicilərə görəsən hesab neçədir deyə. Qoy elə maraqda qalsınlar. Bildirərik biz. Orada Zahiddən zərbə gəlir. Fəxri yenə də yaxşı uzanır zərbəyə. Üçün zərbəsi deyildi. Qapıdan zərbəyə işarə olunub. Eto. Samir qapısı ilə oynadı. Fəxridən uzun ötürməyə Elşad başla qarşıladı. Kənan. Diaqonal ötürmə edir Orxan istiqamətində. Orxan yaxın altılığa planlaşdırmış zərbə. Çərçivədən yan keçdi. Aleyküm salam. Yeni gələnlər xoş gəlmişsiniz. Salamlayanlar hər birisini salamlayıram. Dağızadə sən də xoş gəlmişsən, xoş izləmələr. Mikail ötürmə. Mirceyhun! Kapitan geminin sürətini artırır 2-1 edir hesabı. Suraxanlar geri dönüş etdilər. Final maçında etdikləri kimi mərkəzə qarşı durmada da bunu bazarırlar elə ki. Mirceyhun Mənsimov fərqi bir topa qaldırdı geri dönüş edərək. Zahid geriyə doğru Kənan. Yanında Elşad oynadı. Özünə boyunca ötürmə Orxan. Yenidən Elşadda top. Müdafiə arxasına doğru ötürmə Fəxri. Çıxışda yenə də inamlıdır. Soyuqqanlı, riskli hərəkətlər Elşaddan. Top hələ də özündə saxlayıb. Müdafiədə inamlı təsir bağışlayan oyunculardan da Elşaddan indi Mirceyhun sürətlənir. Elşad onun qabağına qarşısına olmağa çalışdı. Yox. İsmi qayda ponçu yoxdur, hakim bildirir. Orxan. Kənana yaxşı fırlandı Kənan. Zərbə indirdi top çərçivədən. Azacıq fərqlə yan keçir. Qaptan zərbə ilə top oyuna daxil olunur. Belə maçlarda həqiqətən də çox maksimum o zövqü belə maçlarda alaram. Şəhsilik edərkən çox templi, maraqlı bir maç izləyirik hal-hazırda. Eto ötürməsinə etdi amma nə toxunuş edən, nə zərbə indirən var. Out. Ruslan. Ötürməsi arasına başla Elşaddan ötürmə gəldi. Cunahda eşdi Orxan. Orxan baxır qapıya. Qüvvətli zərbə indirir top. Çərçivənin üzərindən keçir. Qapıdan zərbə. Bu da yeni qatılan dəyərli izləyicilərimizin nəzərinə çatdırmaq istəyirəm. Razim Olimp stadionunda Veteranlar Liqasındayıq. 3-cü tur Suraxanı mərkəzi qarşıdurmada. Suraxanı komandası hal-hazırda 2-1 hesabı ilə öndədir xəta ilə mübarizədə. Səhifəmizi hələ də izləməyə almayan dəyərli izləyici, sənə də salam olsun. Ekranın yuxarısında izləyin butonu var. Səhifəni izləməyi almağı unutmayın. Bu arada Etonun zərbəsi bu dəfə qeyri-dəqiq olur. Çərçivədən yan keçir. Səhifəni izləyin ki, yayımlar, canlı yayımlar açıldıqda sizə bildirişlər gəlsin, izləmədə ola biləsiniz. Elşad. Mirceyhun keçid vermədi. Mikail topladı. Sol zona ötürməsini etdi. Samir. Boşluq axtar ötürmə etmək üçün Eto. Çətin vəziyyətdədir bir qədər. Baxaq şöyle çıxa biləcəyim o vəziyyətdən. Ötürmə bloklanır. Uzaqlaşdırmağa çalışırlar. Və Samir'in zərbəsini Kənan dəf etdi. Gün zərbəsi.
Eto bir asma gəldi. Boşla zərbə Mikail'dan top qapıdan yan keçir. Bura Razindir. Bura Alim stadionda. Bakıdır bura. Veteranlar liqasındayıq. Yenə qatılan izləyicilərin nəzərinə çatdırır. Ruslandan zərbə gəldi. Fəxri diqqətlidir yenə də. Out. Gəl. Eto. Top özündə saxlayır. Yaxşı sıyrılır rəqibinə. Ara ötürməsi. Samir ötürməsini etdi. Milcə onu düşünmüşdü amma. Ünvana çatmır. Rəqsu məmləsi. Amil topladı. Out. Mikail. Bir yer gəldi Mikail'dan sağsına ötürməsini edir. Samir. Samir çox çətin vəziyyətdədir. Gəlişin Emil Ceyhundan zərbə gəldi. Kənan yenə diqqətlidir qapısında. Aman vermədi. Qapıdan zərbə. Ruslan. Ruslan sol zahla. Kənandan paralel ötürmə gəldi. Elşad ön açıqdır. Elşad zərbə indirir. O nə bloku idi. Fəxri yerdə dəf etdi. David zərbə və gol! Orxan tarazlığı bərpa edir. Hesab bərabərləşir. 2-2 oldu mərkəzi qarşı durmada. Maç yenidən başlayır. İkinci hissənin ortalarında mərkəzi qarşı durmaya layiq bir oyun izləyirik. Top birbaşa mərkəzdən zərbə indirir. Top çərçivənin üzərinə yollandı. Baxaq görək. Yenidən hesab bərabərləşdi. Tarazlığı pozan tərəf kim olacaq? Sizcə TikTok'da canlı yayında bizi izləyən dəyərli izləyicilər, növbəti qol hansı komandadan gələ bilər? Fəxri yaxın küncdə diqqətlidir. Sizcə köylü formada Xətai komandası mı, qaralı sarılı formada Suraxandan mı gələcək növbəti qol? Oyun təxminləriniz, futbol hissiyatınız maraqlıdır bizə. Fikirlərinizi bölüşmək. Təxmininiz nədir? Növbəti qol. Hamı bildirdikdən sonra mən də bildirəcəm təxminimi. O vaxta kimi qol olmasa Eto topladı. Tez bir zamanda bildirir. Tez bir zamanda. Suraxanıdan mı gələcək növbəti qol, yoxsa Xətaidən mi? Bir daha nəzərimizə çatdıraq. Göy formada meydanından bu arası aparır Xətai. Sarılı qaralı formada Suraxana. Əkbər bəy bildirir. Suraxanıdan gələcək Turan bəy Xətai komandasından gözləyir. Bir sətir Nikindən, bir Suraxanıdan gözlənti var. Hələ ki Suraxanıdan qol gözləntiləri çoxdur. Daha bir zərbə gəlir. Kənan dəf etdi. Elyaz bəy bildirir Xətai fəaldır. Eto. Aşırma zərbə təcrübə sözünü deyir. Tarazlıq pozulur. İzləyicilər arasında Suraxanı deyənlər əhsən sizə də gəldi qol. 3-2 yenidən tarazlıq pozulur. Möhtəşəm qol gəlir həm də, möhtəşəm qol. Yayımda Elyaz bəy bildirir, Eto hoqqa verir. Maraqlı belə humoristik şərhlər də var. Spiker daha çox gözəl qollara sevinir. Daha çox, yəni bütün qollara sevinir, sadəcə daha çox gözəl qollar. Belə maraqlı qollar, Qadirdən zərbə! Fəxri! Divar olur qapıda yenə də Fəxri. Uzun ötürmə, Eto qəbul edə bilmədi. Qadir. Şahtada top. Sağsan ötürmə. Ustanın topu qəbul etməsinə imkan vermədilər. Cəlal, sənə də uğurlar arzulayıram. Afərin sənə. Uğurların bol olsun.
Ruslan sağsına ötürməsini etdi. Orxan yenidən Ruslan oynuyor. Uzaqlaşdırmağa çalışırlar. Orxandan daha bir zərbə top qapının üzərindən keçir. Fəxri ötürməsini etdi. Eto. İndi Müşahil topladı. Keçmədə ötürmə. Bəs indi Xətai sizə bərabərləşdirərmi hesabı, yoxsa Suraxanı qola imza atarmı deyəcəkdim. Az qala Eto'dan gələcəkdi qol. Toxunuş var rəqibdən. Corners. Ötürmə qarşılandı. Mir Ceyhun Sazdaha. Nurlan. Daha bir corner. Bərabərlik qolu gələrmi Xətay'dən sizcə? Yoxsa Suraxanı fərqi artıracaqmı? Bəlkə də fikir ola bilər. Hesab elə bu hesabla maç daha doğrusu yekunlaşacaq. Bu fikir də ola bilər. Turan bildirir. Suraxanı daha fəaldır. Zəfər bəy 4-3 Suraxanın leyinə bir hesab təxmini bildirir. Ziyakan ötürmə. Tərlan qarşıladı başla. 2 nəfərin atəsində idi. Orada Nurlan alınmadı. Ötürmə gəldi. Uzaqlaşdırılır top. Mir Ceyhun yanında Tərlan. Nərman axtarlar. Nərman artıq Amerikadadır. Nurlan. Geriyə doğru ötürmə. Sürətli ötürmə alınlar. Aslan sərfə. Uzaq məsafədən yoxladılar, amma qapıcı qarşıladı. Xətai. Daha doğrusu Qadir idi bu. Dəkçü məmləsi. Elşad. Elşad zərbə endirir. Fəxridən mükəmməl ayaq açılıma. Dəf edir zərbəni. Əksüzüm Suraxanlardan gəlir. Mikail, gözəl hərəkətlər Mikail'dan. Mikail qayda pozulmamışdı mı? Xeyr. Əksüzümə çıxmağa çalışır indi. Xətai komandası solsuna ötürmə gəldi. Orxan önünü açmağa çalışır. Zərbə mövqi axtardı. Ötürmə sağına. Ruslan bir daha Orxanla oynadı. Ötürməsi keçmir. Hücum davam edir. Yenidən Ruslan topladı. Ayaq saxladı. Ötürməcəli meydançasına və indi top meydanı tərk edib. Məncə də bu taymat həm bizə, həm komandalara lazım idi. Qısa fasilə olacaq. Fəxridən uzun ötürmə. Eto yaxşı ram edir. Eto. Ruslan. Eto tək başına mübarizə aparır. Ötürməsini də etdi. Samir zərbə endirir. Qapısı dəf edir. Mir Ceyhun. İmkan vermədilər. Yuxarıya mesajları çevirin, görün nə qədər yox deyilib. İndi qayda pozulmuşdu, amma üstünlük prinsipinə əməl olunur bu tər. İndi Qadir topladı. Bəli, Əlcibə gedir. Artıq Əlcibə gedir. Tərlan sarı vərəqə ilə cəzalandırırlar. Suraxan komandanın 12 nömrəsi. Cahidin ileriyə doğru ötürməsi. Kənan. Qarşısında Mir Ceyhun Mənsumov var. Fəxri uzaqlaşdırdı. Out. Asif İsmailov. Təşəkkürlər Aska. Ruslan topladı. Yanında Orxan. Öz nahil oynadı. Kənan ötürməsi. Orxan zərbə endirdi. Fəxri. Sanki direğe çırpılır. Top geri qaydır. Nə deyəsən, nə şərt deyəsən, kosmik seyv desən eylədi, ilahi müdaxilə desən eylədi. Tural Dadaşov, həmkar Tural Dadaşovu dediyi o şərtdəki kimi. Biz özümüzdən dedik, qapıda divara dönmək desən, divara döndü. Bu arada Mənsumovdan daha bir təhlükəli zərbə. Nə deyəsən? Əhsən Fəxri. Cəlal, səncə Nərman da Fəxri kimi bir qalkiper olar mı gələcəkdə? Mən inanıram.
Eksusun, Qadir sağsına ötürmə gəldi. Orxan yenidən Qadir. Amma onun bir qədər gerisinə doğru ötürmə oldu. Out. Çayal. Ayda pozu. Bəli, oynayıb məğlub oldu zənnimcə. Tam səhv xatırlamıramsa. Bu arada Orxanla tək toxunu ötürmək Kənan zərbəsini hemen Simo blokluyor. Kapitan bugün gəmisinin həm gol zamanı xilaskar rolunu daşıdı, həm də müdafiədə qaya rolunu da daşıyır. Oy oy oy, gəlmədi gol. Günsən sərpə. Biz topun gerisində kimi görüyor da? Orxan da. Bəli, geriyə doğru ötürməkdir Ruslan. Ruslanın zərbəsi top qapıdan yan keçir. Toxunuş varmı? Hakim künüz nöqtəsini göstərir. Daha bir zərbə gol! Qadir, Qadir, Qadir! Xətai komandasının nələrə qadir olduğunu göstərirlər. 3-3 olur hesab. Tarazlıq bərpa olunur. Hesab bərabərləşir. Etirazlar var oyunun hakimi Fəqan Kərimova qarşı. Epizod bitib axı. Nəyə də etirazlar? Vara müraciət olunsun mu deyə. Epizod yekunlaşıb. Korner yerinə yetirilərkən epizod yekunlaşıb. 3-3. Növbəti gol gözləntiləri. Dəyərli izləyicilər, TikTok hansı komandadan gələcək növbəti gol? Haydi yağdırın indi fikirlərinizi. Kənan topladı. Sağ ötürmə gəldi. İndi sürətli Eksusun əmləsi Cahid ötürməsini edir. Fəxri qarşıladı. Murad Hüseynov deyir ki, Xətai udacaq. Gözləyirlər Xətaidən qalibiyyət. Eynən birinci sətir. Eynən. Korners. Götürmə gəldi cərmə meydan sahasına. Eksusuna çıxa bilər Suraxan komandası. Eto birbaşa qapını şol olur. Kənan son anda barmaqlarının ucu ilə dəf edir. Möhtəşəm qol gələ bilərdi. Tam elə 40 manatlıq məsafə idi. Bax, konum atsan o məsafədən taksi sifariş eləsən, həmin o 40 manatlıq məsafə idi. Biznes klas məsafə idi. Amma dəf etdi Kənan o zərbəni. Eksusuna çıxır. Xətai komandası. Kənandan ötürmə. Qadir, qoldu mu bu? Gol! 4-3. Geri dönüş gəlir Xətaidən. Qadirdən qol gəlir. Dubl imza atır. 4-3. Mükəmməl geri dönüşlü bir mərkəzi qarşı durma izləyir Veteranlar Liqasında. Tərəflər qola doymur. Dayanmaq bilmirlər. Geri qayıtdı Xətai. Xətai geri qayıtdı. İtirazlar var yine hakime. Eto. Top Samir'te. Mirzeyhon. Fəxridədir top. Yanıram deyir, kimə yanıram? Bax, bu Fəxriyə yanıram, o qədər qurtarışa, Kənan necə sərt müdaxilə edir. Eto. TikTok sizcə bərabərləşdirəcəkmi Suraxan hesabı? Geri dönüşləri sevən komandadır bildiyimiz kimi. Suraxan komandası indi Kənan sürətləndi. Eksu məmləsi out qazanır.
Orxan. Qadir yenidən Orxan oynadı. Ruslan topladı. Daha bir ötürmə əmləsi. Bloklandı ötürmə, alt. Orxan. Cahid. Cahidin zərbəsi ötürməkdir bu və gol! Kenan! 5-3 etdi hesaba, 5-3. Bərabərləşdirmək az deyilmiş kimi hesaba. Geri dönüş etmək az deyilmiş kimi Xətai komandası artıq fərqi 2 topa qaldırır. Samir. Artıq Suraxanı komandası psixoloji sarsıntı içərisindədirlər. Və beləliklə oyunun hakimi Fəqan Kərimov da final fitini səsləndirir. Mərkəzi qarşı durmada Xətai komandası xətalar etsələr də, etməsələr də xətalara baxmayaraq elə 3 xal aktivlərini yazdırırlar, 5 hesabı ilə qalib gələrək. Təbrik edirik. Bu mükəmməl oyuna görə də həm Xətaiyə, həm Suraxanıya səmimi qəlbdən təşəkkürlərimi bildirirəm. Möhtəşəm futbol həzzi bizə yaşatdılar. Minnətdarıq. Biz də reportajımızı bu möhtəşəm aslan sona çatdırırıq. Suraxanıya da növbəti turlarda uğurlar arzulayırıq. Oyun boyunca sizə mənim şəxsinə Seydər Hüseynli. Növbəti oyunlarda görüşmək ümidi ilə sağ olun. Salamat qalın.